Ukrayna müharibəsinə Rusiya tərəfdən cəbhəyə öz istəyi ilə qoşulan azərbaycanlılardan savayı indi də zorla cəlb edilənlərin olduğu xəbərlər yayılıb. Amma Rusiyadakı azərbaycanlı miqrantların heç də hamısı bu məlumatları təsdiqləmir. İnanmıram ki, zorla müharibə apararlar. Ya istəkli şəkildə bəli, şirinlikdirirlər insanları, yəni ucuzatla bir də pasport, yəni qrajdanlıqlar təklif edirlər. Rəsmi Bakı müharibəyə hər iki tərəfdən könüllü qatılan vətəndaşlarına barmaq sirkələsə də məcburi göndərmə xəbərlərinə səssiz qalıb. Bu Rusiyanın məsuliyyətidir, Ukraynanın məsuliyyətidir. Bəs Azərbaycan hökuməti müharibəyə zorla cəlb etmənin qarşısını ala bilərmi? Azərbaycanda hökumətyönlü medialar yazır ki, Rusiyada tikintidə işləyən Azərbaycan, Özbəkistan, Qırğızistan və Tacikistan vətəndaşlarından ibarət bir qrup miqrant zorla cəbhəyə aparılıb. Onlardan təxminən 20 nəfərin Azərbaycan vətəndaşı olduğu bildirilir. APA yanvarın 5-də dərc edilən məqaləsində yazır ki, onların yaxınları məsələ ilə bağlı Azərbaycanın Rusiyadakı səfirliyinə və digər aidiyyatı orqanlara müraciət edib. Azadlıq Radiosu səfirliklə əlaqə yaratmağa çalışsa da məlumat almaq mümkün olmayıb. Sosial şəbəkələrdə isə müxtəlif fikirlər dolaşır. Bəziləri məcbur etmənin olmadığını deyir, başqaları isə həm yerlilərinə Rusiyaya getməməyi məsləhət görür. Mən bu yaxınlarda oradan qayıtmış biri kimi deyirəm, məsləhət görmürəm. Bu dəqiqə orada vəziyyət çox qarışıqdır. MDB millətinə ümumiyyətlə qarşıdırlar. İndiki halda gəlsəniz maksimum qayda qanunlara riayət etmək lazımdır. Əks halda inzibati xəta bəs edər ki, atırlar içəri. Oradan da kontrakt bağlatdırıb irəli göndərirlər. Mən 2 ay bundan qabaq gəlmişəm Moskvaya. Heç bir problem yoxdur. Heç kimi də məcbur aparmırlar. Ötən ilin payızında hazırladığımız materialda Rusiya cəbhəsində həlak olanların ailələri Azadlıq Radiosuna danışırdı ki, yaxınlarını müharibəyə qoşulmağa yerli polis məcbur edib. Sonuncu dəfə avqustun 24-də danışmışdıq. Yox, həbs yox idi. Sadəcə sənəd problemi var idi, çünki orada çoxdandır sənədsiz yaşayırdı. Hardasa 10 il sənədsiz yaşamışdı orada. O başqa həbsdə olmayıb. Onu tutdular, müqaviləni bağladılar. Azərbaycan vətəndaşlarının zorla cəbhəyə göndərilməsi xəbərinin məhz elə hökumətə yaxın medialarda tirajlanması həm də rəsmi Bakının sözü gedən məsələyə narazılığının ifadəsidirmi? Bugünə qədər Azərbaycanın rəsmi qurumları səviyyəsində məsələyə münasibət bildirilməyib. Təkcə ötən ilin sonunda Baş Prokurorluq bəyanatında müharibənin hər iki tərəfində könüllü və ya muzlu iştirakçı olanlara cinayət məsuliyyəti ilə bağlı xəbərdarlıq edib. Azadlıq Radiosunun aidiyyatı qurumlardan münasibət almaq cəhdləri boşa çıxıb. Deputat Zahid Oruc Azadlıq Radiosunun açıqlamasında deyir ki, hökumətin sərhədləri xaricində vətəndaşlarına nəzarəti çətindir və əlavə edir ki, belə bir hadisə olubsa, Rusiya hökuməti Azərbaycanlıların həmin savaşa zorla qatılmasına görə məsuliyyət daşıyır. Bu bilavasitə Azərbaycana qarşı siyasi savaşın bizi öz müharibələrinə qoşmaq, həm insanlarımızı əzmək, sanki savaşı bu müstəvidə aparmaq, siyasi məsuliyyətlərinə şərik etmək, həm də ailələrimizin həyatına zərbə vurmaq kimi bir durumu meydana gətirir. Azərbaycan bu müharibədə hərbi olaraq iştirak etmir. Ona görə də ixtiyarı var ki, həm Ukrayna, həm Rusiya tərəfindən bəyan etsin ki, bizim vətəndaşlarımızı hər hansı bir arzu belə çıxılma şəraitindən istifadə edərək ya indi hüquqi bilgisizlik, ya başqa bir sosial səbəblər ucbatından o savaşa qoşub da həyatlarını məhv etməsinlər. Bu Rusiyanın məsuliyyətidir, Ukraynanın məsuliyyətidir. Ümumiyyətlə, Azərbaycan hökuməti müharibəyə zorla cəlb etmənin qarşısını ala bilərmi? Hərbi məsələlər üzrə ekspert Səxavət Məmməd düşünür ki, bu mövzuda Rusiyaya təsir və təzyiq etmək asan məsələ deyil. O vurğulayır ki, Azərbaycanın xəbərdarlıqlarına Rusiya hökumətinin əməl edəcəyi də inandırıcı səslənmir. Yəni bunu Qazaxıstan bacarmadı, bunu Özbəkistan bacarmadı, Qırğızistan bacarmır, Taciklər qətiyyən bacarmadılar. Dünyanın bir çox ölkələri bunu bacarmır. Və Azərbaycanın da, yəni Rusiya belə konkret olaraq bir tələb qoyması da bir qədər həm inandırıcı deyil, həm də bunun çox böyük problemləri də ola bilər. Hatırlayırıq, Rusiya ilə Azərbaycan arasında siyasi gərginlik olan zaman Azərbaycanlara qarşı həbslər dalğası başlatdılar, iş adamlarına qarşı həbslər dalğası başlatdılar, konsulluqlara qədər gedib çıxdılar bu məsələlər və sabahları ümumiyyətlə Azərbaycanlıları ümumiyyətlə ölkə arasından çıxartmaq, yenidən hansısa konsullara qarşı, ümumiyyətlə biznes adamlarına qarşı, bunlara qarşı hamısı bunlarını eləyə bilərlər. Və eləyə bilərlərmi? Eləyiblər əslində qalsa. Ötən ilin yayında Yekaterinburqda etnik Azərbaycanlılara qarşı zorakı reydlər baş verib. 50-dən çox Azərbaycanlı saxlanılıb, 2 Azərbaycanlı ölüb. Bu hadisələr Bakı ilə Moskvanın münasibətlərində diplomatik gərginlik fonunda baş verib.
Rusiyanın müharibəyə əsasən Mərkəzi Asiyadan olmaqla müxtəlif ölkələrdən olan miqrantları fərqli üsullarla məcburi döyüşlərə cəlb etdiyi faktları Azadlıq Radiosunda dəfələrlə işıqlandırılıb. Bununla yanaşı, könüllü kimi yüksək məbləğdə muzd, kompensasiya və ya asan vətəndaşlıq sorağı ilə müharibəyə qatılanlar da az deyil.